Salam aleyküm şeyx. Aleyküm salam. Həmçinin sual verirlər ki, hər bir əhl-i alimi özünə bir məzhəb tutub. Siz nə üçün məzhəbi inkar edirsiniz? Və həmçinin qeyd edirlər ki, ancaq müştəhidlər məzhəb götürməyiblər. Məgər indiki sələflər müştəhidimi? Elhamdülillah, biz məzhəbi inkar eləmirik. Biz sadəcə deyirik, sizin bu cür məzhəblə getməyiniz düzgün deyil. Bunu inkar edirik. İfrata varanlar məzhəbidə. Bunu ifratı hər bir şəklin inkar edirik biz. İfratın hər bir şəklin. Şəxsdə ifrata varmaq, məzhəbdə ifrata varmaq, nə bilim, hansısa bir dini məsələdə ifrata varmaq, onun hər bir şeyin əleyhinəyik, hər bir cür. İfratın əleyhinəyik. Onlar sadəcə başa düşmürlər, avamla. O ki, qaldı, məsələn, alimlərin məzhəbi olub. Alimlər, yenə deyirəm, alimlər belə məzhəblə siz getdiyiniz məzhəb kimi getməyiblər. Onlar dəlil görəndə götürüblər. Amma o ki, qaldı müştəhidlərə, müştəhidlər, onlar müştəhid mutlaq olurlar. Lakin buna baxmayaraq, məktəbi qeyd olunurdu. Məsələn, Həmbəli məktəbi, Şafii məktəbi, baxmayaraq müştəhiddir. Baxmayaraq. O vaxt özü də belə, adət belə idi. Belə idi, qeyd olunurdu. Amma o ki, qaldı ki, biz məzhəblə gedmirik, biz müştəhidik. Yox, sadəcə məsələlər, hər şey aydın olub. Əlhamdülillah, səhih fikirlər, dəlillərlə artıq kitablar yazılıb. Kifayət qədər. Məsələn, onu qoyub, gedib hansısa məzhəbi oxumaq dəlilsiz və ya zəif dəlillərlə, əlbəttə mənə rahatdır, bunu götürüm. Hansı ki, dəlillərlə var kitabı. Aydındır? Yəni, məzhəbçilik o deməkdir ki, dəlillər çıxsa da mən kör olum, ancaq məzhəblə gedim. Məsələn, neçənci əsrdə olan alimin fikrinə. O səhvdir. Aydındır? Həmçinin bilirsiniz, məzhəbçiliyin getməyin qaydası var da. Bunlar məzhəbçilik o demək deyil ki, dəlil gəlsə də məzhəblə get. Məzhəbçilik belə gedə bilərsən ki, dəlil aydın olanda dəlili götür günən. Dəlili götür günən. Problem odur ki, məzhəbçilər dəlili götürmürlər. Səhih dəlili götürmürlər. Onlara məsələn deyirsən ki, göbeyin üstə və altında tutmaq əlləri o barədə zəif hədislər. Səhih nə gəlib? Sinədədir. Onlar qəbul eləmirlər. Elə yanlışlar, hətta sənə qəzəblənirlər, hətta sənə ad verirlər, sənə düşmənçilik edirlər. Belə məsələlə getmək. Mən sələfələrdən danışmıram. Soruşan adam deyirsən, tarixdən bilmir nələr baş verib tarixdə. Şafiilərlə, hərəflər necə bir-birlə qırıblar və s. Onların fətvaları bir-birinə qarşı. Əcaib sonra fantastik şeylər danışırlar. Multfilmdə, kinolardakı olan nağıl kitablarında. Məsələn, gör ki, İmam Şafii neçə il, 15 il anasının bətnində gözləyib ki, Əbu Hanifə ölsün sonra. Gör ki, Əbu Hanifə öləndən sonra dünyaya gəlib. Bunlar cəfəngiyat damısı. Məzhəbçiliyin fəsadlarındandır. Biz belə məzhəbçiliyin əleyhinəyik əlbəttə. Bəli.